vəd verdi. Rusiya ilə bağlı sürprizlər yaşana bilər. Kanala abunə olub video beğenmeyi unutmayın. Paşinyan Putin, Rusiya Xarici İşlər Nazirliyi müavini Mikhail Kuliznin İsveçrə qəzetinə verdiyi müşahidə zamanı Ermənistanla bağlı açıqlaması bir mənalı qarşılanmayıb. Kulizin Ermənistanın Avropa İttifaqı qoşulacağı təqdirdə itkilərlə üzləşəcəyini söyləyib. O qeyd edib ki, İrəvanın mallar, xidmətlər, kapital və işçi qüvvəsi üçün geniş bazarı çıxışı var. Lakin qoşularsa bunların hamısını itirdi. Qobifo ağza danışan siyasi şərhçi Cavanşir Abbasi deyir ki, Rusiya Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxa biləcəyi iddiası ilə İrəvana qarşı geniş miqyaslı kampaniya aparır. Rusiya son günlər Ermənistanın Avropa İttifaqının inteqrasiya ilə bağladığı ciddi narahatlıq hissi geçirdiyini verdiği mesajlardan gizlətmir. Moskva artıq rəsmi İrəvana açıq şəkildə xəbərdarlıqlar etməyə başlayır. Xüsusilə seçkilərdə yenidən baş nazir postunu qorumağa çalışan Nikol Paşinyan, Avropa yönündə çıxışları və seçki kampaniyası dövründə səsləndirdiyi bəyanatlar Kremldə narahatlıq yaradıb. Paşinyan yaxşı anlayır ki, 2-ci Qarabağ müharibəsindən sonra Ermənistan cəmiyyətində anti-Rusiya əhvalı ruhiyyəsi çox güclüdür. Ermənistanın məğlubiyyətinin əsas səbəblərindən biri kimi Rusiyanın lazımı dəstəyi vermədiyi düşünən seçicilər də az deyil. Məhz buna görə də Paşinyan daxili Adriyanın rəqbətini qazanmaq üçün Avropa İttifaqı kartından fəal şəkildə istifadə edir.